47 il ərzində siz gəlin fikirləşəyin. Xomeyni necə oldu hakimiyyətə gəldi? Hansı yolla hakimiyyətə gəldi? Kim olub Xomeyni? Xomeyni din pərdəsi altında 75-ci illərdə dinquşluq eləyib, meymunluq eləyib, oyun çıxardıb və xalqı ələ alıb din pərdəsi altında. Sonra nə olub? Gedib İraqa, İraqda Səddam onu qovub, təzədən Fransaya gedib, Fransa hökuməti onu yetişdirib, İran sərvətini talamaq məqsədi ilə. Təxminən 79-cu inqilabı başlayıb və o inqilab kölgəsi altında xalqa söz verib ki, hər bir vətəndaş İran xalqı xoşbəxt yaşayacaq. Amma bir ildən sonra milyonlarla günahsız insanları, Təbrizliləri, Ərdəbilliləri, əsas da türkləri, Azərbaycan türklərini dar ağacından asıb və din pərdəsi altında amansız bir diktatura rejimi qurub. Halbuki həmin o lənətlənmiş Gorbagor Xomeyninin və bu günlərdə Gorbagor olanın övladları, nəvələri bu günləri Almaniyada, Fransada, Amerikada keyf çəkirlər. Və nəticədə nə baş verdi? Bu uzun 47 il Xomeyni dinquş İslam pərdəsi altında İranda nələr baş verdi? 10 milyondan çox günahsız insanlar dar ağacından asıldı. 10 milyonlarla İran xalqı, İran vətəndaşları ölkəsindən didərgin düşdü. 10 milyonlarla ailələrin çırağı söndü. Və bu 47 il ərzində Xomeyni rejimindən kimlər qazandı? Kimlər qazandı? Əlbəttə ki, dinquşlar, Allahla şeş-beş oynayanlar, Allah adından sui-istifadə edənlər. Və ən rəzili budur ki, bu günləri lənətlənmiş Gorbagor Xomeyni gedib və bu gün İran xalqı sevinir. Bu günləri Avropada, İranın özündə sevinirlər insanlar. Amma gəlin ki, yenə də keyfimizi pozurlar. Yenə də bu zülmün, əsarətin girdabından, bu dinquşlardan xilas olan İran xalqının sevincinə qatılmırlar. Yenə də Xomeyniyə ağam deyirlər. Kimlərdir bu Xomeyniyə ağam deyənlər? Əlbəttə ki, namuslarını satanlar, Allahla şeş-beş oynayanlar, şərəfsizlər, hər təhqirə layiqlər. Və ən rəzili budur ki, bizim Azərbaycanımızda da belə dinquşlar var. Bugün Azərbaycanda Allahla şeş-beş oynayan hacılar var. 99%. Allahla oyun oynayırlar. Ona görə də mən İran xalqına göz aydınlığı verirəm. Azərbaycan şairi kimi, Azərbaycanın vətənini sevən bir insan kimi Azərbaycan xalqı adından İran xalqına göz aydınlığı verirəm və İranın seçilən prezidentinə tövsiyə edirəm və İran xalqına da tövsiyə edirəm ki, mütləq və mütləq müqəddəs Amerika raketlərinin simvolunu qoysunlar ora. Niyə görə qoysunlar? Çünki 47 il qandaldan, fəryaddan, əsarətdən xilas edən, yəni insanlara qurtuluş verən o müqəddəs Amerika raketləri olmasaydı 47 ildə bu Gorbagorlar, Xomeynilər din pərdəsi altında xalqın başında şeş-beş oynayacaq. Xalqın başında qoz sızdıracaq. Salam. Salam qardaş, salam. Yalçın, bugünə kimi mənim sənin çıxışından xoşum gəlmirdi. Vallah bugündən sonra mənim sənə böyük simpatiyam var. Təşəkkür, mən xalqın adından danışıram. Təşəkkür edirəm, Ronda qardaş. Halaldır sağ, vallah. Yəni faktı demək lazımdır. Bu millət yazıqdır. Yəni sən Azərbaycanda oturub yerini bilib elə danışsansa da halaldır sağ. Bir dəqiqə, Allah sən köməyində olsun. Ehtiyac yoxdur, mən tərif xoşlamıram, başıma dönər. Mən hədiyyə atarsan bəs eləyir. O da profilimə görə ki, mənim səsimi boğmasınlar. Vallah dinən onu nətər atmaq lazımdır. Mən sağ bütün hədiyyələrin hamısını göndərməsəm alsam. Onu mən başa sal, mən eləyim. Mən tərif xoşlamıram, nə də mən qətiyyəm, mən sadəcə millətin yox, mən tərifləmirəm səni də. Haqqı nədir? Mənim paştı bir 40 yaşım vardır. Haqqı nədir? Halaldır, haqqı dedin. Allah sən köməyin olsun. Bu günləri mən xalqın səsiyəm, mən Azərbaycanın səsiyəm. Mənə boğa bilməzlər. Mən Xəlil Rza Ulutürk halaldır, qardaş. Mənim 7 ildə övladımı Allah girov sən saxlayırlar. köməyin olsun. Mən nə qədər sustursalar da mən susmayacağım, mən deyəcəm. Prosto məsələ burasındadır ki, bu dəhşətli bir söz, bu 47 illik dəhşətli bir xalqa qarşı edilən soyqırımına, bu günləri Xomeyninin Gorbagor olmasına sən necə deyə bilərsən ağam, ağam, ay qurbağam, ağam, ağam? Ayıb deyilmi?
Məsələ burasındadır ki, Allahla Amir, bulaşıqlıq olur. Allah sənin də köməyinin Azərbaycanda da olsun var. ki. Azərbaycanda O şəkil da orada- var və onlara da yəqin ki, bizim Azərbaycan xalqının xilası naminə bizə 3 dənə müqəddəs Amerika raketləri gəlir. Netanyahu'nun başına müqəddəs raketlər dəysin Netanyahu'nun başına. Düş aşağı. Heç şor boyu pişir.